Salamlar, videoya xoş gəlmisiniz. Bu videoda biz sizinlə 2026-cı ilin 9 mart tarixində keçirilmiş 11-ci sinif buraxılış imtahanının suallarına baxacağıq. Gəlin ilk suala başlayaq. 7-ci sualda bizdən opposite meaning, yəni əks mənalı sözləri soruşur. Əks mənalı A variantında massive-də nəhəngdir, large-da geniş deməkdir. Mild mülayim, soft yumşaq, strong güclü, powerful da güclü. Previous əvvəlki, next növbəti deməkdir. Defensive və protective hər ikisi də qoruyucu deməkdir. Doğru cavab B olacaq. 8-ci suala baxaq. 8-ci sualda the girl looked at in the mirror. Bəli, the girl sözünün qayıdışı əvəzliyi herself olacaq. Çünki she əvəzli idi, qayıdışı herself olur. 9-cu suala baxırıq. Bu kompleks object qaydasıdır. To ilə olan feildir. Yəni 3-cü qrup feil lazımdır bizə. Bu da olacaq 1 və 4 D variantı. 2 ilə 3-də isə to-suz olardı. Baxırıq 10-cu sualımıza. Photo which was taken by William. Baxın, burada best one-dan sonra sifəti deyə Z olacaq. The best one. Ona görə bunların heç biri doğru deyil. Qaldı bu iki variant. Foto sözü ümumiyyətlə sayıla bilən tək isimdir. Heç vaxt artiklsız işlənməz. Z ilə işlənmə səbəbi də ona görədir ki, özündən sonra which ilə başlayan təyin budaq cümləsi var. Yəni bizə artıq şəkil məlumdur. Hansı şəkil? William'ın çəkdiyi şəkil. Məlum olduğu üçün burada da Z-dir, burada da Z-dir. 11-ci suala baxırıq. Bağlayıcıdır. Some of the insects are harmful, others are beneficial. But olacaq. Deyir ki, həşəratların bəziləri zərərlidir, amma digərləri faydalıdır. Yəni burada bir ziddiyyət var. But olacaq. 12-ci suala baxıram. Bunu mən biraz da kiçildim. 8 olsun. 12-ci suala baxırıq. Salad the girls 20 minutes have been making for in the kitchen. Onda qızlar salat hazırlayır olacaq. Yəni the girls have been making nə hazırlayır? Salat 1. 2, 4, 1 ilə olan. O görə burada in the kitchen for 20 minutes. Bəli, C variantıdır. In the kitchen mətbəxdə for 5, yəni 3-ün 20 minutes-də 20 dəqiqədir ki, olaraq tərcümə olunur bir yerdə. Olacaq C variantı. Sonra 13-cü suala baxırıq. Deməli, burada ən birinci is able-ın to'su yoxdur. Burada da isn't able to olmalıydı. Qaldı bu 3 variant. Bu artıq tərcümədən asılıdır və burada but da var. But varsa bir təsdiq, bir inkar, Y variantı olması məntiqlidir. Yəni tərcümə edib baxaq. Mənim bacı qızım fransız dilində danışa bilir, amma mənim qardaşım oğlu danışa bilmir. Bəli, Y variantı olacaq. Bata görə bir təsdiq, bir inkar. Hər ikisi təsdiq ya da inkar olmaz. Gəlirik 14-cü suala. Deməli, boza sıxmaq, darıxdırmaq deməkdir. Annoy sözü ilə sinonimdir. C. Trust, güvənmək, etibar etmək A variantı olacaq. Believe that somebody is honest. Alter isə dəyişməkdir. To make something different in some way B olacaq. C, A, B. Ola bilsin bəzi suallarda səhvli idim, amma düşünmürəm. İlk dəfə də elə indi baxıram. Yenə də baxın. Believe that somebody is honest. Bəli, bu trust-ı. Make something different in some way. Bəli. Bu da alter deməkdir. Change sözünə sinonimdir. Annoy da boza deməkdir. Bəli, doğrudur. 15-ci suala baxırıq. Bizdən compound, mürəkkəb isimləri soruşur. Nes burada şəkilçidir. Əvvəldən baxaq. Information şəkilçidir. Hood şəkilçidir. Ment şəkilçidir. Y variantı shoemaker, mindset, snowdrop. Y variantı doğru cavab olacaq. 16-cı suala baxırıq. Burada when var. When olanda ümumiyyətlə bitmiş zaman işlənə bilməz. Bitmiş zamanları çıxırıq, digərləri qalır. Cümlə tamamlamadı. Biz demişdik, burada heç vaxt söz sırası pozulmamalıdır. Mübtəda xəbər olmalıydı. Köməkçi feil əvvələ gəlməz. Ona görə A variantıdır. 17-ci suala baxırıq. Biraz sürətli izah edirəm. Bəzi izahlarım aydın olmaya bilər. Əgər aydın olmayan izahlar olsa, şərhlərdə bildirin, daha geniş formada izah edim. Deməli, sual cümləni bizdən istəyir. Sual cümlədə söz sırası belə olmalıdır. Sual sözü, mübtəda, xəbər. Bu formada. Sual, üzr istəyirəm, burada köməkçi də var. Köməkçi feil. Sual sözü, köməkçi feil, mübtəda, xəbər. How many documents, məsələn, burada köməkçi olmalıydı, yoxdur. Did you sign olmalıydı. B doğrudur.
How many sual sözü, daha doğrusu documents ilə bir yerdə sual sözü, köməkçi mübtəda xəbər. C-də diddən ed bir yerdə olmaz. Diddən feil yanaşı gəlməz, mübtəda burada olmalıydı. Yenə də did burada əvvəldə gəlməliydi. Doğru cavab B variantı. 18-ci suala baxırıq. Aha. His students talk to about olar. D variantı. Professor talk to his colleague about the students. Kollegasına öz şagirdləri haqqında danışdı. Doğru cavab D variantı. Talk to ilə işlənir və about ilə işlənir. Kiməsə danışmaq, haqqında danışmaq. 19-cu suala baxırıq. Zən varsa müqayisə olmalıdır. Baxın, bu adidir. Morla er ikisi də işlənməz, morla er işlənməz. And varsa hər ikisi müqayisə olmalıdır. Biri müqayisə, biri adi olmaz. Y variantı hər ikisi müqayisə. Baxırıq 20-ci suala. Can't be changed into the passive. Hansı passivə çevrilə bilmir? Passivə çevrilə bilməmək odur ki, cümlənin tamamlığı olmasın. Cümlənin tamamlığı varsa passivə çevrilə bilir. İndi baxın, burada deyir ki, Alice getdi parka. Yer bildirən sözdür. To read a book-da məqsəd bildirir ki, kitab oxumaq üçün. Burada tamamlıq yoxdur. Bu dəyişilə bilmir. Bazar düzü izlə. Bu da mübtədadır, bu xəbərdir. Bu da yer bildirən sözdür. Burada da yoxdur tamamlıq. Onda bu da dəyişilə bilməyəcək. 1-2 doğru cavabdır. Burada tamamlıq budur. Deməli, dəyişilə biləcək məchula. Bu çevrilir. Burada da gördü 2 ceyran. Burada da tamamlıq budur. Bu da dəyişilə bilir. Doğru cavab olacaq. 1-2 A variantı. 21-ci suala baxırıq. You better not be those. They will hurt you when you... Burada gələcək zaman var. Keçmişlə uzlaşmır. Keçmişlə uzlaşmır. When olan cümlədə də bitmişdə. Baxın, burada when var. Gələcəkdə gəlməz olacaq B variantı. You better not be those shoes. Not buy. Yaxşı olar ki, deyir, bu ayaqqabıları almayasan. They will hurt you when you walk. Bəli. Bir də təkrar edim. When olan cümlədə gələcək və bitmiş zaman olmaz deyə ikisini çıxıram. Burada gələcək zaman deyə keçmişlərlə uzlaşmaz olur B variantı. 22-ci suala baxırıq. Jane traveled a lot last year, so her... Gəlin belə deyək. Ümumiyyətlə, naizə cümlə so əvvəldə, naizədə sonda olmaz da. Bu, so duay, naizə duay bölməsidir. Belə bir struktur yoxdur. Sonra, naizə niyə olmaz? Çünki bu cümləm təsdiqdir. Bu da təsdiq olmalıdır. Sonra, but varsa, baxın, but varsa deməli bu tərəf inkar olardı, amma bura təsdiqdir. Ona görə bu da olmaz. Sonra, Ayzədə o cümlədə işlənir ki, baxın, bu cümlə didn't olsaydı, inkar olsaydı Ayzə işlənərdi. Ona görə A olacaq. And her sister did too. Yəni, həmçinin onun bacısı da çoxu səhət edib. Gəldik mətnə. Mətin sualını sizdən bir yerdə baxıram. Ümumiyyətlə, heç bir suala öncədən baxmamışam. Birbaşa sizdən baxıram. Gəlin baxaq. Nellie Harper Lee is the author of one of the most fascinating and best-selling books of American literature. Deyir, bu adam Amerika ədəbiyyatının ən çox satan kitablarının, ən çox satan və heyrətamiz kitablarının birinin müəllifidir. Her writing was heavily influenced by her childhood experiences in Monroeville, where she witnessed hardships and discrimination. Deyir ki, onun yazıları deyir, çox şiddətli şəkildə təsirlənib öz uşaqlıq təcrübələrindən, Monroeville-də olan təcrübələrindən. Harda ki, o ayrı-seçkiliyə və çətinliklərə şahid olub. High schoolda Lee developed an interest in English literature. İngilis ədəbiyyatında marağını inkişaf etdirib və Literary Honor Society ədəbi belə deyək də cəmiyyətin üzvü oldu. Deyir ki, yazıya öz marağını davam etdirməklə Lee məktəb qəzetinə töhfələr verdi. Rammer Jammer adlanan məktəb qəzetinə. Baxmayaraq ki, Lee sonralar hüquq məktəbinə daxil oldu. Onun deyir, yazıya marağı heç vaxt bitmədi. Buna görə də o universiteti tərk etdi və qərara gəldi ki, yazıcı olmaq arzusunu davam etdirsin. Onun ilk kitabı Mockingbird'ü öldürmək böyük uğur idi. Timeless, onun deyir, zamansız əsəri, yəni hər dövrə xitab edən deməkdir də, əsəri has had a lasting impact on ədəbiyyatda böyük davamlı təsir yaratdı.
addressing ədalətsizlik, mənəvi inkişaf və empatiya mövzularına müraciət edən əsəri. Deyir ki, bu hekayəsi 40 dilə, təxminən 40 dilə tərcümə olundu. 1 milyondan, hər il 1 milyondan çox satılan kopyası ilə bir yerdə. Daha sonra o prestigious bu mükafatla for fiction. Bu mükafatla mükafatlandırıldı. O həmçinin presented with the Presidential Medal of Freedom. 2007-ci ildə ədəbiyyatda töhfələrinə görə Prezident George Bush tərəfindən Azadlıq Prezident medalı ilə mükafatlandırıldı. Sonralar 2015-ci ildə Lee özünün uzun müddət gözləmiş əsəri olan Ghost of the Watchman əsərini nəşr etdirdi, hansı ki To Kill a Mockingbird-dən əvvəl yazılmışdı. İndi gəlin baxaq. Deyir ki, Harper Lee has a degree in... deyir, yazıcı olmamışdan əvvəl hüquqda dərəcəsi var idi. Yox idi, o tərk etdi universiteti. Founded the newspaper, qəzetin əsasını qoymadı, töhfə verdi, contributed. Had a happy and carefree childhood. Deyir, qayğıdan uzaq, xoşbəxt bir uşaqlığı var idi, amma əksinə onu deyir ki, çətinliklərə witnessed hardships and discriminations in her childhood. Uşaqlığında ayrı-seçkiliyə məruz qalmışdı. Daha doğrusu hətta şahidlik etmişdi. Həmişə arzu edirdi, hüquq məktəbinə daxil olmaq haqqında belə bir məlumat verilmədi. Hətta deyir, arzusu olmadığına çıxdı. High schoolda ingilis ədəbiyyatına marağı oldu. Bəli, belə bir şey var idi orada. Developed her interest var idi. High school haradaydı? Hə, burada. Baxın bu cümlə. In high school, budur marçaydı. Hə, budur. In high school, Lee developed an interest in English literature. Bu pis oldu. Siz bildiniz hansı cümləni deyirəm. High school'da High school'da Lee ingilis ədəbiyyatına marağını artırdı. Elə doğru cavabda Y variantı olacaq. Bir də gözdən keçirdim. Həmişə qəbul olmaq arzusu yox idi. Belə bir şey demir. Yazıya marağı var idi. Baxın. Sonra gəldik 24-cü suala. Mətin əsasən haqqındadır. Deməli, burada deyir ki, an award winning American, mükafat qazanan Amerika yazıcısı Harper Lee'nin ən çox satılan kitabı. Söhbət onun satılan kitabından yox. Yəni Mockingbird var idi. Bülbülü öldürmək istər deyəsən. Söhbət ondan getmir. Harper Lee'nin özündən gedir. Ona görə bu səhvdir. Əgər Mockingbird-dən geçsəydi söz, ancaq mətndə o haqda danışılardı. Necə idi, mövzusu nə idi və s. Burada deyir ki, Harper Lee tərəfindən yazılan fərqli əsərləri, xeyr, orada sadəcə ikisinin adını çəkir, orada sadəcə adını çəkir, haqqında məlumat vermir. Harper Lee'nin uşaqlıq illəri, xeyr, bir cümlədə keçir uşaqlıq illəri, Amerika ədəbiyyatının tanınmış kitabları, xeyr. Elə doğru cavab A olacaq ki, Amerikan yazıcısı, baxın. Elə ilk cümlədə deyir ki, Harper Lee müəllifdir, Amerika ədəbiyyatının kitablarının müəllifidirsə və ən sonlarda da mükafat qazandığını desə, elə doğru cavab A variantı olacaq. Baxırıq 25-ci suala. Bizdən doğrunu soruşur. President George Bush awarded Lee for her achievements at the university. Universityyə görə yox, ədəbiyyata verdiyi töhfələrə görə. Baxın, for her contribution George Bush'dan to the literature, ədəbiyyata verdiyi töhfələrə görə. Universitetə görə yox. Sonra, öncə A getdi. B-də deyir ki, Harper Lee was awarded the prize fiction for Ghost of the Watchman. Buna görə alır mükafatı. Yox. Baxın, bu mükafatı alır. Bu əsər hələ 2015-də nəşr olunur. Burada deyir ki, bu Bülbülü öldürmək əsəri 40 dilə tərcümə olunur. Milyonlarla nüsxəsi satılır. Sonra mükafatlanır. Yəni, bu əsərinə görə yox.
Bu əsərə görə deyil. Ona görə B-də səhvdir. C-də deyir ki, was printed before to... Aha, deyir ki, Ghost at the Watchman əsəri Bülbülü öldürmə əsərindən əvvəl çap olundu. Əvvəl çap olunmadı, əvvəl yazılmışdı. Amma sonra çap olundu. Ona görə bu da səhvdir. Sonra printed sözünə görə. The first book of Harper Lee was a complete failure. Deyir, Harper Lee'nin ilk kitabı tamamilə uğursuz idi. Xeyr, əslində huge success yazmışdı burada. Baxın. Her first book, To Kill a Mockingbird, was a huge success. Ona görə bu da səhvdir. Y-də də deyir ki, had a great influence on literature. Bəli, bu əsərin deyir, ədəbiyyata böyük təsiri var idi. Orada var idi, deyəsən, great impact idi, neydi? Aha, baxın. This timeless work, yəni bu zamansız əsər, söhbət To Kill a Mockingbird gəlir. A lasting impact on the literature. Elə burada da o cümlə deyir ki, had a great influence, impact and influence sinonimdir. Doğru cavab olacaq Y variantı. Gəldik 26-cı suala. What had an effect on... Harper Lee'nin deyir əsərlərinə nəyin təsiri var idi? Digər insanlara qarşı ədalətsiz münasibət, əsərdə çap olmuş kitablarının uğuru, təcrübə etdiyi çətinliklər, Literary Honor Society. Gəlin baxaq. Baxın burada bu cümlədə. Deyir ki, her writing was heavily influenced by her childhood experiences. Burada deyir ki, an effect. Nəyin təsiri var idi onun yazısına? Burada deyir ki, onun yazısına influence təsir etdi, uşaqlıq təcrübələri. Hardships, çətinliklər, bir də discrimination. Burada da olacaq. Yaşına yazın. 1. Yəni digər insanlara qarşı olan ədalətsiz münasibət. Bir də təcrübə etdiyi çətinliklər. Ona görə olacaq 1-3 D variantı. Gəlin digərlərinə də baxaq. Digərlər yox idi. Elə 1-3 olacaq. Sonra 27-ci sualda buna uyğun gələn sözü seçməyimizi istəyir bizdən. To see or observe something happen. Baş verən bir şeyi görmək, müşahidə etmək. Paragraf 1-də bu hansı sözdür? Witness ola bilər. Qoy yenə də hər sözə baxın. Witness olacaq, bəli. Yəni, nəyinsə baş verdiyini görmək, müşahidə etmək, şahidlik etmək. Witness söz olacaq. To ilə verirsə, biz də cavabı to ilə verməliyik. Yəni, bizdən feil istəyir o mənada. Sözü göstərsəydim, baxın burada. To witness. Sonra, sinonim yazmamızı istəyir passion sözünə. Paragraf 2-də enthusiasm sözü var idi. Baxın. Burada passion sözünə bu uyğun gələ bilər. Görə başqa söz varmı? Yox, elə bu söz olacaq. Bəli. Passion olacaq. Bu sözlə sinonim olacaq. Gəldi 29-a. She left the university and... Harada tərk edirdi universiteti. Baxın. She left the university and decided, bu hissə yazmalı, to pursue her dream of becoming a writer. Decide sözün made up mind yaza bilərik. Qərara gəlmək. To pursue, to follow ilə yaza bilərik. Her dream, her wish yaza bilərik. To becoming, of being yaza bilərik. Becoming being yaza bilərik. Write and also yaza bilərik. Məncə belə deməkdən başa düşüldü. Yenə də yazım. Decide, indi orada keçmiş zamanda deyə made up mind yazmaq olar. Pursue'nu follow yazmaq olar. Sonra dream sözünü wish yazmaq olar. Wish. Becoming sözün being yazmaq olar. Olmaq. Writer sözündə olsa sözü ilə yazmaq olar. Yəni müəllif, yazıcı. Gəldik 30-cu suala. Bu artıq sizin yazacağınız bir essedir. Which childhood dream would you like to realize? Hansı deyir uşaqlıq arzunu gerçəkləşdirmək istərdin və nə üçün?
Bu qədər. Ümid edirəm imtahandan çıxanların nəticəsi yaxşı olar və növbəti zonalarda da imtahan olanlara uğurlar arzulayıram. Sağ olun, salamat qalın.